Plastik pəncərələrin montajı zamanı buraxılan əsas səhvlər. Plastik pəncərələrin quraşdırılmasına ən çox rast gəlinən səhvlər hansılardır? Çox insan elə bilir ki, pəncərə keyfiyyətlidirsə problem olmayacaq. Amma əslində düzgün montaj olunmazsa, hətta ən yaxşı pəncərə də effekt verməyəcək. Ən çox buraxılan səhvlərə baxaq. Düzgün ölçü götürülməməsi. Yəni əsas pəncərənin ölçüsü dəqiq hesablanmazsa, o tam oturmaz, hava və su keçirməyə başlayır. Köhnə pəncərə çərçivəsinin tam çıxarılmaması. Bəzi ustalar işi sürətləndirmək üçün köhnə çərçivənin bəzi hissələrini saxlayırlar. Bu isə gələcəkdə izolyasiya problemlərinə səbəb olur. Pis izolyasiya və köpük istifadəsi. Köpük düzgün vurulmazsa, isti hava bayıra, soyuq isə içəri daxil olar. Bu da istilik itkisi yaradır. Düzgün su axıdıcı sistemin olması. Bəzi hallarda drenaj dəlikləri açılmır və ya quraşdırılmır. Nəticədə pəncərənin içində su yığılır və problemlər yaranır. Pəncərə çərçivəsinin düzgün bərkidilməməsi. Bəzi ustalar sadəcə köpüklə işləri bitmiş hesab edir, amma əlavə boltlarla möhkəmləndirilməzsə, pəncərə vaxt keçdikcə əyilə bilər. Bəs bu səhvlərdən necə qaçmaq olar? Dəqiq ölçü almaq. Pəncərənin açarına uyğun şəkildə ölçülərin alınması çox vacibdir. Peşəkar ustalarla işləmək. Təcrübəli ustalar işin keyfiyyətli və düzgün şəkildə görülməsinə zəmanət verir. Yüksək keyfiyyətli və su keçirilməz materiallardan istifadə etmək. İzolyasiya üçün düzgün köpüklər və su keçirməz materiallardan seçilməlidir. Montajdan sonra test aparmaq. Pəncərə montaj olunduqdan sonra hava, su keçirmə testi aparılmalıdır ki, hər şey qaydasında olsun. Plastik pəncərə uzun ömürlü olmalıdır. Amma düzgün montaj edilməzsə bir neçə ildən sonra problemlər çıxacaq. Ona görə də pəncərə alarkən və quraşdırarkən bu detallara mütləq diqqət yetirin.